Nə qədər ki biz nəfəs alırıq, soruşsalar ki, əsas işimiz nədir? Əsas işlərimizdən biri və birincisi özümüzlə mübarizə aparmaqdır. Bu elə məsələ deyil ki, deyək məsələn, bunu həll eləyək, gedək başqa işlə məşğul olaq. Yox, bu axıra qədər bu işi görməliyik biz. Bu bizim həyatın əsas mövzusudur. Bugün Ramazan ayıdır, mənim bu sözümü eşitdiniz. Mən yenə də deyirəm, qiyamətdə danışdığım sözlərə cavab deyəm. Gedin evə, oturun deyin, mən nə ilə mübarizə aparmalıyam içimdə. Bax, həyat bu deməkdir. Bizi bura onun üçün göndəriblər. Gün nədən başlayırsa hər gün açılır, möminin günü nədən? Mübarizədən. Yuxudan durmalısan sübh namazından. Gün başlayır mübarizədən axşama qədər. Nə qədər özünə yox dedinsə, bir o qədər ruhun da dəyişiklik yaranır. Yox demədinsə ruh dayanır, sükunətə düşür və yaxud da başlayır çirkinliklər istehsal eləməyə, fəzilət əleyhinə.